Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib. Bölgə TV xəbər verir ki, buna səbəb onların arasında barışıq əldə edilməsi olub. Həkimin zərər çəkən şəxsə kompensasiya ödədiyi bildirilir. İyul ayında Humay Əliyevanın Caspian International Hospitalda oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb. Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu barədə açıqlama verən Cahid Şahbazovun vəkili Asim Abbasov, müvəkkilin cinayət məsuliyyətinə cəlb olunmadığını, yalnız fakt üzrə cinayət işi açıldığını bildirmişdi. Rəna Rövşənqızı, BTV. Caspian Hospitalda işləyən göz həkimi Cahid Şahbazovla bağlı, onun gözümdə törətdiyi bu dəhşətli əməliyyatla bağlı Səbail rayon prokurorluğu tərəfindən Cahid Şahbazova cinayət işi açılıb və həmçinin tibbi ekspertizada təsdiqlədi ki, gözümdə öncədən nə onun qoyduğu diaqnozla bağlı bir problem olub, heç bir problem olmadan gözümü yaman hala salıb. Və həmçinin mən artıq bir ildən çoxdur ki, həkim axtarıram ki, onun belə deyim, pis günə qoyduğu gözümü düzəldə bilsin. Türkiyədəki həkimlər gözümü yoxlayarkən mənə ilk bu sualı verdilər ki, sənin gözünü əməliyyat edən adam həqiqətənmi həkim olub? Dedim, bəli, Bakıda işləyən göz həkimidir. Onlar nə o həkimi tanıyır, nə məni tanıyırlar. Sadəcə mən belə deyim də bir xəstəyəm, onlara müraciət edirəm, Türkiyədəki həkimlərə. Dedilər, kim əgər sənin gözünü əməliyyat edibsə, ümumiyyətlə bu sahədə təcrübəsi olmayan biri olub, çox təcrübəsiz bir insan tərəfindən əməliyyat edilib və Türkiyədəki həkimlər deyir ki, yəni gözü elə yaman hala salınıb ki, indiki vəziyyəti o qədər pisdir ki, biz yəni qaranti vermirik, bu düzələcək yoxsa yox, açıb hələ baxmalıyıq ki, əvvəlki həkim gözündə nə törədib. Kim işləyibsə gözünüzün üzərində, yəni çox pis işləyib, hətta o tikişin izi falan, mən demişdim, İlqar Rızazadə gözümə elə bir tikiş atıb ki, şıram qoyub, deyirlər ki, təsəvvür edin, bu insan nə törədibsə orada, xaricdəki həkimlər belə yəni aciz qalıblar.